Regionda gərginlik fonunda çox vacib telefon danışığı baş tutdu. İran prezidenti Məsud Pezeşkiyan Azərbaycan prezidenti İlham Əliyevə gözlənilməz zəng edib. Danışıq zamanı həm Naxçıvanla bağlı insident, həm də İranda baş verən faciəli hadisələr müzakirə olunub. Görəsən bu telefon danışığının arxasında hansı mesajlar var? Naxçıvanın atəşə tutulması ilə bağlı İranın mövqeyi nədir? İndi isə bütün detallarıyla xəbərə baxaq. Martın 8-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı iki ölkə arasında son günlər baş verən hadisələr və regional vəziyyət müzakirə olunub. Yeni Sabahın yaydığı məlumata görə prezident Məsud Pezeşkiyan ilk növbədə Azərbaycan prezidentinin İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi və baş verən hadisələr nəticəsində həyatını itirən mülki şəxslərlə bağlı göstərdiyi diqqətə görə minnətdarlığını bildirib. O, prezident İlham Əliyevin İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsini və İrana humanitar yardım göstərmək niyyətini yüksək qiymətləndirib. Telefon danışığı zamanı diqqət çəkən məqamlardan biri isə Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insident olub. İran prezidenti Məsud Pezeşkiyan bu hadisənin İranla heç bir əlaqəsinin olmadığını bildirib və məsələ ilə bağlı geniş araşdırma aparılacağını vurğulayıb. Telefon danışığı zamanı diqqət çəkən məqamlardan biri isə Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insident olub. İran prezidenti Məsud Pezeşkiyan bu hadisənin İranla heç bir əlaqəsinin olmadığını bildirib və məsələ ilə bağlı geniş araşdırma aparılacağını vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyev isə öz növbəsində İranda baş verən son hadisələr nəticəsində çox sayda mülki şəxsin həyatını itirməsi ilə bağlı bir daha dərin başsağlığını ifadə edib. Dövlət başçısı Naxçıvanda baş verən insidentin hərtərəfli və obyektiv şəkildə araşdırılmasının vacibliyini xüsusi vurğulayıb. Telefon danışığı zamanı iki ölkə lideri həmçinin Azərbaycan və İran arasında həyata keçirilən müştərək iqtisadi layihələrin gələcək inkişaf perspektivlərini də müzakirə ediblər. Tərəflər regional əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər. Bəs siz necə düşünürsünüz? Naxçıvanla bağlı baş verən bu hadisə regionda yeni gərginlik yarada bilərmi? İran prezidentinin bu açıqlaması vəziyyəti sakitləşdirəcəkmi? Fikirlərinizi şərh bölməsində yazın. İranın ən güclü hərbi strukturlarından biri olan Sepahın Qıds qüvvələrinin komandanı İsmail Qani ilə bağlı şok xəbərlər yayılır. İddialara görə o, İsraildə təhlükəsiz yerdədir. Bu məlumat regionda böyük səs-küy yaradıb və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Bəs bu iddiaların arxasında nə dayanır? İranın məşhur generalı həqiqətən İsrailə sığınıbmı? İndi isə xəbərin bütün detallarına nəzər salaq. Yaxın Şərq mediasında İranın yüksək rütbəli hərbi rəhbərlərindən biri ilə bağlı sensasional iddia yayılıb. Məlumata görə İran İslam İnqilabı Keşikçiləri Korpusunun, yəni Sepahın Quds qüvvələrinin komandanı İsmail Qani İsraildə təhlükəsiz yerdə ola bilər. Məlumatı İsrail mətbuatına istinadən Axar Az yayıb. İddialara görə Qani regionda baş verən bir sıra mühüm hadisələrin arxasında duran əsas fiqurlardan biri hesab olunur. Bəzi məlumatlara görə o, Həmas lideri İsmail Haniyənin, Hizbullah lideri Həsən Nəsrullahın, eləcə də İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin və İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra yüksək rütbəli generallarının hədəfə alınması ilə bağlı planlarda mühüm rol oynayıb. Bu iddialar isə regionda daha böyük müzakirələrə səbəb olub. Digər tərəfdən bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinə məxsus The National portalı tam fərqli məlumat yaymışdı. Həmin xəbərdə iddia olunurdu ki, Sepah rəhbərliyi İsmail Qanini xəyanət ittihamı ilə edam edib. Beləliklə, eyni şəxs haqqında tam ziddiyyətli məlumatlar ortaya çıxıb. Bir tərəfdə onun edam edildiyi iddiası, digər tərəfdə isə İsraildə təhlükəsiz yerdə olduğu xəbərlər yayılır. Hər iki məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib və İran tərəfi bu iddialarla bağlı açıq açıqlama verməyib. Lakin bu xəbərlər Yaxın Şərqdə onsuz da gərgin olan siyasi və hərbi vəziyyəti daha da diqqət mərkəzinə gətirib.
Ekspertlər hesab edir ki, əgər bu məlumatların hər hansı biri təsdiqlənərsə, bu, regionun siyasi balansına ciddi təsir göstərə bilər. Bəs siz necə düşünürsünüz? İsmail Qaniyi ilə bağlı yayılan bu sensasiya xəbərlər həqiqətə nə qədər yaxındır? O, həqiqətən İsrailə sığınıb, yoxsa bu sadəcə informasiya müharibəsinin bir hissəsidir? Fikirlərinizi şərh bölməsində yazın. Əmr verildi. Ordu quru əməliyyatına hazırlaşır. ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasına mümkün hərbi müdaxiləyə hazırlaşmaq əmri verilib. Axaraz xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb. Əlavə informasiya verilmir. Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Trump İrana quru əməliyyatının nəzərdə tutulmadığını açıqlamışdı. Tehranda yeni partlayışlar baş verdi. ABŞ İsrail hücumlarının hədəfi olan İranın paytaxtı Tehranda yeni partlayışlar baş verib. Axar Az xəbər verir ki, partlayışlardan sonra şəhərin müxtəlif yerlərindən qatı tüstü qalxıb. Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb və qırıcı səsləri eşidilməyə davam edir. Regionda gərginlik daha da artır. İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycan prezidenti İlham Əliyevə etdiyi telefon zəngi ciddi müzakirələrə səbəb olub. Danışıq zamanı Naxçıvana edilən hücum, Sepahın Azərbaycana yönələn təhdidləri və hadisənin araşdırılması məsələsi gündəmə gəlib. Bəs bu zəng regiondakı gərginliyi azaltmaq üçün edilən addımdır, yoxsa yeni siyasi mesajların başlanğıcı? İndi isə bütün detalları ilə xəbərə baxaq. İran prezidenti Məsud Pezeşkiyan Azərbaycan prezidenti İlham Əliyevə telefon zəngi edib. Danışıq zamanı regionda baş verən son hadisələr, xüsusilə də Naxçıvana edilən hücum məsələsi əsas müzakirə mövzularından biri olub. Telefon söhbətində diqqət çəkən əsas məqamlardan biri Pezeşkiyanın Naxçıvana edilən hücumun İranla əlaqəsinin olmadığını bildirməsi olub. O, hadisənin araşdırılacağını və məsələ ilə bağlı lazımi addımların atılacağını qeyd edib. Lakin məlumdur ki, hücum İran ərazisindən həyata keçirilib. Bu isə hadisənin təxribat olub-olmaması və ya məqsədyönlü şəkildə baş verməsi ilə bağlı sualları gündəmə gətirir. Hər iki halda məsuliyyət məsələsi yenə də İran tərəfinin üzərinə düşür. Azərbaycan prezidenti İlham Əliyev telefon danışığı zamanı hadisənin hərtərəfli və obyektiv şəkildə araşdırılmasının vacibliyini vurğulayıb. Pezeşkiyan isə öz növbəsində məsələnin araşdırılacağını bildirib. Bununla belə İran tərəfinin hadisəni ədalətli şəkildə araşdıracağı ilə bağlı müəyyən şübhələr də mövcuddur. Şübhə doğuran məqamlar. Birincisi, bu İranla bağlı ilk belə hadisə deyil. Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum zamanı da uzun müddətli araşdırma aparılmışdı. Hücumu törədən şəxs cəzalandırılsa da, hadisənin arxasında dayandığı iddia edilən sifarişçilər məsuliyyətdən kənarda qalmışdı. İkincisi, Naxçıvana edilən hücumun birbaşa Sepah, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli ola biləcəyi barədə şübhələr var. Bu isə hadisənin obyektiv araşdırılması ehtimalını daha da çətinləşdirir. Şübhə doğuran məqamlar. Birincisi, bu İranla bağlı ilk belə hadisə deyil. Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum zamanı da uzun müddətli araşdırma aparılmışdı. Hücumu törədən şəxs cəzalandırılsa da, hadisənin arxasında dayandığı iddia edilən sifarişçilər məsuliyyətdən kənarda qalmışdı. İkincisi, Naxçıvana edilən hücumun birbaşa Sepah, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli ola biləcəyi barədə şübhələr var. Bu isə hadisənin obyektiv araşdırılması ehtimalını daha da çətinləşdirir. Üçüncüsü isə İran daxilində real güc balansı məsələsidir. Prezident Pezeşkiyan bəzi hallarda daha yumşaq və diplomatik mövqe sərgiləsə də, ölkədə əsas hərbi və siyasi təsir gücünə malik olan Sepah strukturunun eyni mövqedən çıxış etmədiyi iddia olunur. Hətta bəzi məlumatlara görə Pezeşkiyanın qonşu ölkələrlə münasibətləri yumşaltmağa yönəlmiş bəyanatları İran daxilində müəyyən dairələr tərəfindən tənqid olunub və bəzən təkzib edilib. Sepahın təhdidləri fonunda zəng. Diqqət çəkən başqa bir məqam isə Pezeşkiyanın İlham Əliyevə etdiyi zəngin Sepahın Azərbaycana yönələn sərt açıqlamaları və təhdidləri fonunda baş verməsidir. Bu vəziyyət regionda təhlükəsizlik məsələləri ilə bağlı narahatlığı artırır. Ekspertlər hesab edir ki, hadisənin obyektiv araşdırılması vacib olsa da, gələcəkdə oxşar insidentlərin baş verməsi riski hələ də qalmaqdadır.
Azərbaycanın mövqeyi dəyişmir. Rəsmi Bakının mövqeyi isə açıq və dəyişməz olaraq qalır. Azərbaycan tərəfi hadisənin tam və şəffaf şəkildə araşdırılmasını, günahkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb edir. Əgər bu tələblər yerinə getirilməzsə, Azərbaycanın mövqeyinin daha sərt ola biləcəyi ehtimalı da istisna edilmir. Bəs siz necə düşünürsünüz? Pezeşkiyanın bu zəngi gərginliyi azaltmaq üçün kifayət edəcəkmi? Yoxsa regionda yeni qarşıdurmaların başlanğıcı ola bilər?